Özünüzü necə hiss edirsiniz burada? Yaxşıyam, normalam, yəni heç bir problem yoxdur. Bu fəaliyyəti, şantaj və təhdid fəaliyyətini hardan həyata keçirmisiniz? Mən Azərbaycanda deyildim, xarici ölkədəydim və oradan bu tələbimi irəli sürmüşdüm. Sizə kim demişdi ki, bu video və foto şəkillər Alyona Əliyevə məxsusdur? Deməli, bu videolar ortalığa çıxanda Mehman Hüseynov bu videolar barədə danışanda və informasiya verəndə ki, bu videolar çıxacaq, şəkillər, mən Mehman Hüseynovla əlaqə saxladım Facebook vasitəsilə və istədim ki, özüm görüm bu materialları və tanış olum bu materiallarına. Ancaq o mənə cavab vermədi və dərhal qısa müddətdən sonra Elman Əliyev və Zəki Səlimov mənlə əlaqə saxladılar və mənə bu materialları göndərdilər WhatsApp vasitəsilə. Mən o materialları görəndə inanmadım ki, bu Alyona Əliyevadır, yəni ona bənzətmədim və ikisindən də soruşdum ki, bəs doğrudan da mı bu həmin qadındır, yoxsa bu yəni ona oxşayan bir qadındır? Onlar dedilər ki, və Elman Əliyev mənə cavab verdi ki, bəs bu doğrudan da Alyona Əliyevanın videosudur. Sadəcə olaraq yəni köhnə videodur, ona görə müəyyən dəyişikliklər ola bilər. Fərid, sizin yaxınlarınız ətrafında, doğmalarınız ətrafında belə hərəkətlər baş versəydi, özünüzü necə hiss edərdiniz? Reaksiyanız necə olardı? Reaksiyam, mən peşmanam bu hərəkəti elədiyimə görə. Elə, bu düzgün deyildi. Beynəlxalq Əlaqələr Universitetini bitirmişsiniz. İxtisasınız nə idi? Beynəlxalq informasiya, ictimaiyyətlə əlaqələr, PR. Oğlunuzun 13 yaşı var. Harada oxuyur? Məktəbdə, Tümendə. Tümendə məktəbdə oxuyur. Nə vaxt görmüşsünüz onu? Axırıncı dəfə yayda. Yayda görüşmüşsünüz. O, necə bilirsiniz, sizlə fəxr eləməlidir, yoxsa utanmalıdır? Utanmalıdır, yəqin. Kifayət qədər vaxtınız olacaq, gələcəyi fikirləşməyə, ən azı o 13 yaşlı oğlunuzun taleyini fikirləşməyə. Allah bəsrət gözünüzü açsın. Sağ olun, çox sağ olun.